Əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Bir neçə ildir media dəccalından intensiv şəkildə danışırıq və son proqramlarda buna daha çox təkid edirdik və qeyd edirdik ki, vəhşi heyvan kimi tora düşmüş və hər tərəfdən siyasi, iqtisadi və hətta hərbi blokadaya məruz qalan böyük şeytan Amerika Birləşmiş Ştatları və onun bölgədəki quduziti siyonist rejim çapalayır və cırmaq atır. Cırmağı isə gücsüz və zəiflərə dəyir. Meydanda bunların qüdrəti olmadığına görə yeganə güclərini psixoloji mübarizəyə yatırıblar. Nəzərə alaq ki, bu vəhşi heyvanın Amerikada timsalı qırmızı dəli inək Trump surətində təcəlli edib və elə sondan ikinci proqramımızda ali məqamlı rəhbərin çıxışını təhlil edəndə orada Twitterdəki rəhbərin səhifəsinin sözünü yerləşdirdik ki, qamçı İsrailin başının üzərindədir. Sadiq Vəd 3-ə işarə vırdıq. Orada da əzizlər bilir, media propagandalarından danışdıq və dedik ki, hansı gücləri ilə media vasitəsilə hərəkət edirlər. İstəyir İran daxilində qalan məhdud sayda liberal yönümlü, qərb yönümlülər, istəyir qonşu ölkələrdə dırnaqarası müsəlman hakimiyyətlərində, o cümlədən Azərbaycanda siyonist media trolları hərəkətə keçib və orada ehtimallar verdik. İzləyənlər bilər, qeyd etdik ki, görəcəksiniz. Azərbaycan və Türkiyə medialarını da izləsəz, görəcəksiniz ki, bu tipli xəbərlər daha çox intensivləşəcək və çoxalacaq. Ay, Amerika Birləşmiş Ştatları gəlir, qaçın, qoymayın. Yəni, İranı həm məxsusən də İslam Cumhuriyyəti sistemini şərin mərkəzi göstərəcəklər, Amerikanı üstün göstərəcəklər. Bax, bunun bir nümunəsini bugün istəyirik. Azərbaycan Dövlət Televiziyası olan AzTV-nin timsalında sizə göstərək ki, xəbərlərə nisbətdə məntiqli və neytral, dəqiq təhlilimiz olsun. Paytaxt Tehranda sakinlərin əksəriyyəti ABŞ ilə danışıqları dəstəkləsə də, əhali arasında bu müzakirələrin nəticələri ilə bağlı fikir ayrılığı hökm sürür. Paytaxt Tehranda sakinlərin əksəriyyəti Amerika ilə müzakirəni dəstəkləsə də fikir ayrılıqları var. Əsas nöqtəni qoyur, zəhərini tökür burada. Güya fikir ayrılıqlarından danışır. Amma əsas hədəfi nədir? Həm bölgədə, həm ölkəmizdə, xalqımız arasında, həm də İranın türk dilliləri arasında izləyənlər bu ictimai rəy bunlarda formalaşsın ki, bəli, əksəriyyət xalq Amerika ilə müzakirələri dəstəkləyir. Hansı ki, mən özüm şəxsən burada yaşayıram, elə Tehranın böyründəyəm. Qum şəhərində əksər insanlar, hətta Quma qonaqlarımız gəlmişdi və digər şəhərlərin nümayəndələri ilə də söhbətim olur. Əksəriyyət müzakirəni dəstəkləmir. Mən küçədə, bazarda xalqla da söhbət edirəm. Artıq dünyada, məxsusən Tufanul Əqsadan sonra oyanış dalğası o qədər qüdrətlənib ki, bəli, demirəm İranda dəstəkləyən yoxdur, amma görün necə zəhərini tökür. Paytaxt Tehranda əhalinin əksəriyyəti dəstəkləyir Amerika ilə müzakirələri. Birincisi, sən Paytaxt Tehranın 15-16 milyon əhalisi var. Hər gün Tehrana qıraq şəhərlərdən gələnlərlə birlikdə 20-25 milyona qədər çıxır bu əhalinin sayı. Bu 15 milyon Tehranın öz əhalisi. Sən bir hardan statistik məlumatları əldə elədin? Sənədin hardadır? Hamısından düşüb bir müsahibə almısan? Xeyr. İkincisi, həmişə rəhbərin bir sözü var. Deyir, o xarici medialar, şeytanlar ki, deyirləri, İranın xalqı arasında ictimai rəy formalaşdırmaq üçün bu tipli xəbərlər verirlər ki, İran xalqı yorulub, İran xalqı belədir, İran xalqı müqaviməti dəstəkləmir filan. Rəhbər çox gözəl buyurur. Deyir, baxın, İran xalqı bax bu daha.
gəliblər. İran xalqı o idi ki, Hacı Qasım Süleymaninin cənazəsinin daşınmasında, təşyiyində çölə çıxmışdı. Həmin bu Tehranın 7-8 milyon insan var idi cənazə daşınmasında şəxsən. Sonra Siyonist rejim İran onları vurandan sonra Sadiq Vəhd 2-də təhdid elədi, yenə mediada gücləri var deyə, media ilə ay belə eləyəcək, ay elə eləyəcək, rəhbər çıxdı, Nəsr cüməsi deyirdilər də, ilahi kömək cüməsində. Rəhbər çıxdı açıq hava altında 2 milyon insan cümə namazına gəlmişdi. Rəhbərin söhbətinə qulaq asmağa. Tehranın küçələrinin bir hissəsi dolu idi. Hardan sən deyirsən ki, paytaxt Tehranın əhalisinin əksəriyyəti? Əzizlər, bu bir şeytanlıq nöqtəsi. Ta incə nəticə ha be nəzər mən hələ ki danışıqların nəticəsi zənnimcə yaxşıdır. Lakin bu müzakirələr davam etsə, insanların vəziyyəti yaxşılaşsa, hər şey düzəlsə, lap gözəl olar. Bax, bu birinci müsahibələri seçirlər, diqqət eləyin. Seçilmə müsahibələr dediyim xətti izləyirlər, diqqət eləyin. İranı zəif göstərmək və müzakirələrdən asılı göstərmək. Müsahibələrlə bunu göstərmək istəyirlər. Birinci çatdırmaq istədikləri budur. Müzakirələr yaxşı getsə və müzakirələrin gedişi ilə hər şey düzəlsə daha yaxşı olar. Yəni, sanki bütün dünyanın və İranın problemi şeytanın mərkəzi, böyük şeytan Amerika Birləşmiş Ştatları ilə müzakirədən asılıdır. Hansı ki, Trump müxtəlif yollarla əvvəl rəhbərə namə yazdı keçən səfərlərdə, ondan sonra nümayəndəsini göndərdi. Gördü, prestiji düşür, media propagandaları ilə, ay İranı vuracaq, güya təhdid etdi. Müzakirə, axır ki, məcbur bir yolla da olsa, əvvəl dedi, birbaşa İran hakimiyyəti bizi ilə müzakirəyə gəlməlidir filan. Gördü, yox, biabırçılıqdır, nümayəndəsini göndərdi ki, birbaşa da olmasa cəhənnəmə. Özləri yer təyin eləmək istəyirdi, Birləşmiş Ərəb Əmirlikləri. Amerikanın Səudiyyə Ərəbistanı ilə birlikdə kapital meydanı, heç bir müstəqilliyi olmayan və sivilizasiyası olmayan bir yer. İran dedi, yox, ora yox, Ommanda. Onu da İran təyin elədi. İndi diqqət eləyin. Amma bu müsahibə ilə nə göstərirlər bizə? Müzakirələr Amerika ilə müsbət nəticələnsəydi, vəziyyət düzəlsəydi daha yaxşı olardı. Bu bir. Əminliklə deyə bilərəm ki, danışıqların ilk mərhələsi yaxşı keçib. Hələ spesifik bir nəticə olmasa da, yayılan xəbərlər tərəflərin danışıqları davam etdirmək niyyətində olması müsbət hal kimi qiymətləndirilə bilər. Bu normaldır. İçindən bir dənə normalını seçiblər, müzakirələr. Bəli, rəhbər də buyurdu ki, İran tərəfdən müzakirə aparanlar yaxşı çıxış ediblər. Hələ bu günlərdə görəcəyimiz günlər var. İndi bəhsin davamında yadıma düşsə işarə edəcəm bəzi mətləblərə. Çünki nəticə verəcəyini düşünmürəm. Çünki Amerika bizə qarşı uzun müddətdir düşmənçiliyidir. İran Amerikanı qıcıqlandıran nəsə edir, Amerikada təhrik olub bizə daha çox narahatlıq yaradır. Fikrimcə bu danışıqlar bir nəticə verməyəcək. Baxın, dediyim məsələ. Əvvəl deyir ki, Amerika bizə qarşı neçə ildir düşmənçilik edir. Nə gözəl. Deyirsən, çox, necə də gözəl. Bəli, doğrudur. Amma davamına baxın, zəhərini tökdü. Seçilmiş müsahibələri göstərib, media propagandası ilə ictimai rəy formalaşdırmaq istəyirlər ki, İrandır və onun hakimiyyətidir şər yaradan. Axırda nə deyir? Amerika düşmənçilik edir neçə illərdir. Amma İran nə isə bir hərəkət eləyir, Amerikanı qıcıqlandırır. İran hansı hərəkəti edib ki, Amerika qıcıqlanıb? İran indiyə qədər hansısa bir qüvvə aparıb Amerikanın qulağının dibində indiyə qədər aparmışdı ki, bu 46 ildə Amerikanın qonşularında müharibə yaradıb. Amma Amerika nə edib? 10-12 min kilometr o tərəfdən gəlib bura. İllərdir bu məntəqəni qan gölünə çevirib. Xaos yaratmaqla, Quduz Siyonist rejim vasitəsilə.
İran nə eləyib? İran deyir ki, yığışdır, nəyin varsa, rədd ol, adam balası kimi get öz tərəfi, okeanın o tərəfinə. İran bunu eləyib deyə qıcıqlanıb. Ya 50 mindən çox günahsız körpə, günahsız qadın, qoca, insan Amerikanın verdiyi dağıdıcı bombalarla namərd və kişilər meydanında səsi çıxmayan quduz siyonist rejim tərəfindən müsəlman körpələr qırılanda İran sinəsini qabağa verib. Bundan danışırsınız, İran Amerikanı qıcıqlandırıb. İran ayağını qoydu Suriyadan çölə. İndi bayaq dedim ha, bəzi mətləbləri deyəcəm, elə görəcəyimiz günlər var. Yadınıza gəlir, bağlanan kanalımızda, birinci kanalımızda, orada bir Suriya bu təzə hadisələri, ikinci Suriya hadisələri keçən səfər başlayanda bir məsələyə işarə vurduq biz. Qeyd etdik ki, quduz siyonist rejimi o qədər Suriyanın içinə daxil olub və olmaq istəyir və olacaq ki, artıq Türkiyə heç Colaninin özünü ortadan götürə bilərlər. Colanini ola bilsin ortadan götürərlər. Baxın, Colanini müxtəlif artıq rəsmiyyətə tanıtmaq istəyirlər bu terrorçunu. Colani Ələviləri qətliam edəndən sonra gördülər, gizlədə bilmirlər. Satılmış və qeyrətin iyini almamış bir sıra ərəb hakimiyyətləri ilə görüş, intensiv görüş. O cümlədən Süfyaninin balaca kuklalarından olan Türkiyə hökuməti və Azərbaycan hökuməti ilə İlham Əliyevlə də Colani görüşür. Legitimləşdirib, mənim bayaq da ərz etdiyim, bağlanan kanalımda qeyd etdiyim məsələ. Colanini o vaxt demişdik ki, İsrail ortadan götürə bilər, ehtimal var. Yolunu açıb daha özünə sərf edən adamı ora gətirsin və bu işdə İranın şərləmə kampaniyasında daha böyük bir addım ata bilsinlər. Ola bilər İran və ya ona bağlı olanlara nisbət versinlər. Colani və yaxud da digər müsəlman ölkələrinin başlarından prezident olsun, bilmirəm, nazir olsun, hər kəs olur olsun. Zəngəzur məsələsində biz buna görə hələ danışacağıq. Zəngəzur söhbətləri var qarşıda. Zəngəzur söhbətinin böyük ölçüdə İran ayağını yerə vurmaqla söndürüldüyünü görən Azərbaycanın siyonist hakimiyyəti indi cavanlarımızı qızışdırır hara? Naxçıvan tərəfə. Gördülər, Zəngəzur söhbəti sınır. İranla da məcbur da əlaqələri düzəltsin. Bütün bəhanələr bağlanır. Dəhliz söhbəti ortadan gedir. Neynəməlidir Naxçıvan tərəf? Ermənilər ora qoşun yığır, nə bilim, neyləyir filan, bəsmən. Əsas hədəf bizim cavanlar deyil ki, burada. Onlar üçün heç nədir, kimlərin ölməyi. Əsas hədəf İranı Təbrizin başıboş, məhdud sayda olan pan-türklərinin qarşısında da İran xalqını və İranın hakimiyyətini, qalan xalqın qalan hissəsini, hətta Təbrizlilərin də qalan hissəsini pis göstərsinlər. Desinlər ki, bax, biz türklərə qarşı erməniləri dəstəkləyirlər. Təbrizlilər, Azərbaycan alovu söhbəti. Biz ona görə təkid edirdik ki, Azərbaycanın əsli bütün tarix, Avropanın qədim tarixçilərindən tutun, ərəblər və şərq tarixçilərin gedin, neçə yüzillik və minillik əsərlərini oxuyun, görəcəksiniz ki, Azərbaycan İran torpaqlarıdır. İran Azərbaycanı və indiki bizdə olan Azərbaycan da Azərbaycan deyil. Ora çəkirlər İranı şərləmə kampaniyası və bunu daha da gücləndirəcəklər. Bilirsiniz niyə? Ona görə ki, əsas güclərini qoyublar psixoloji propagandalara, medialar vasitəsilə. Əzizlər, bugün mən bu sözü deyirəm, çox uzun çəkməz, yaxın gələcəkdə, yaxın illərdə üzümüzə gələn, bax bu yaxın illərdə görəcəksiniz. Elə bir proqram hazırlanıb, şəxsən o proqramın qurbanı olası xalqlardan biri də həssas olan Azərbaycan xalqıdır ki, zehinləri elə robotlaşsın İmam Zamana,
düşmən yetişdirilsin. Danışıqlar ərəfəsində müharibə ehtimalı da İran üzərində tükdən asılmış Damokl qılıncı kimi qalmaqdadır. İran deyir ki, Qapaz, Quduz sionist rejimi başının üzərindədir. Amerika özünü dağadaşa vurur. Bütün dünya bunu bilir. Amma sionist Azərbaycan hökumətinin bir nömrəli dövlət televiziyası tamam 180 dərəcə əksinə deyir. Amerikanı yuxarı göstərmək, zuhurun süfyani cərəyanını yuxarı göstərmək və onun qarşısında dayananı şər göstərmək və zəif göstərmək. Zehinlər oyunu güclənəcək və şoka salacaq xəbərləri daha çox eşidəcəksiniz. Bu təbii sünnət və gedişdir. Amma ki, sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.